Salam, hər vaxtınız xeyir olsun, dəyərli dinləyicilər. Ədəbiyyatdan video dərslərimiz davam edir. Bundan əvvəlki mövzuda lirik növ haqqında məlumat vermişdik. İnşallah bu dərsdə, bu videoda epik növ haqqında məlumat verməyə çalışacağam. İlk öncə bunu deyim ki, mən bu video dərsləri Güvən Nəşriyyatının ədəbiyyat dərsliyin PDF formatı üzərində izah etməyə çalışacağam. Yəni, məsləhət gördüyüm dərsliklərdən biridir. Epik növ haqqında məlumat. Şifahi ədəbiyyatında epik növün janrına əsasən əfsanə, rəvayət, lətifə, tapmaca, yanılmaz, nağıl, atalı sözləri və məsələlər daxildir. Epik folklor, belə deyək də, epik növ haqqında məlumatda, belə deyək, lirik növdə lira, musiqi aləti sözündən götürülür. Epik növdə isə epos, yəni yazma, nağıl etmə və s. bu üzərdən danışacaq. Yəni, şifahi xalq ədəbiyyatında epik növün janrlarına əsasən şifahi xalq ədəbiyyatından gedir ilk öncə. Yazılı ədəbiyyatda fərqlidir, şifahi xalq ədəbiyyatında fərqlidir. Əfsanə, rəvayət, lətifə, tapmaca, yanılmaz və nağıl, atalar sözü və məsələlər daxildir. Epik folklorun qədim janrlarından biridir. Nə? Əfsanələr. Yəni, epik folklor. Folklor dedikdə şifahi xalq ədəbiyyatı, yenə unutmayaq. Çünki yazılı ədəbiyyatda epik növün janrları hekayə, roman və s. Epik folklorun qədim janrlarından biridir. Bu nümunədə real həyat hadisələrindən kənarda, yəni ağla sığmaz, möcüzəli, fantastik, səciyyəvi, qeyri-adi hadisələrdən söz açılır. Yəni, biz burada açar sözlərimiz nədir? Real həyat hadisələrindən deyil, yəni ağla sığmaz, möcüzəli, fantastik. Fantastik sözü testlərdə çox düşür, möcüzəli, fantastik, bir də ağla sığmaz sözlər də çox düşür. Yəni, bu açar sözü belə yadımızda saxlaya bilərik ki, epik folklorun əfsanə janrında belə deyək də, bilə bilərik. İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması, əfsanələr digər epik əsərlərdən fərqlənən səciyyəvi cəhətlər. Demək, əfsanələrdə nə baş verir? İnsan daşa çevrilə bilər, heyvanlar, belə deyək də, fərqli fantastik hadisələr baş verir və insan heyvana çevrilməsi, daşa çevrilməsi və dağların, güllərin dil açıb danışması və s. Yəni, burada belə deyək də, anlaşılır ki, qeyri-adi, ağla sığmaz hadisələr baş verir. Əfsanələrdə müxtəlif planetlər, əşyalar, belə deyək də, planetlər, biz bir də birazdan o növləri keçəndə deyəcəyik, əşyalar, heyvanlar və quşlar insana xas olan əlamətlərə malik olur. Əfsanə mövzu baxımından aşağıdakı qruplara bölünür. Yəni, burada insana xas olan əlamətlərə malik olur nə deməkdir? Planetlər insanlar kimi danışa bilər və ya da ay, günəş və s. bunlar danışa bilərlər. Əşyalar danışa bilərlər. Heyvanlar insanlar kimi danışa bilərlər bir-biri ilə. Quşlar insan kimi danışa bilər, ünsiyyət qura bilər və s. Bu əfsanələrdə olur. Demək, növləri var. Zoonomik əfsanələr var ki, heyvan və quş adları onların yaranması ilə bağlı olur. Toponomik əfsanələr var, yer adları ilə bağlı olur. Etnonomik əfsanələr var, tayfa, xalq, nəsil, el adları ilə bağlı olur. Yəni, etnos, tayfa buradan yadımızda saxlaya bilərik. Kosmogonik əfsanələr isə səma cisimləri adına, yəni burada kosmos sözündən belə yadımızda saxlaya bilərik ki, səma cisimləri haqqında olur. Əfsanələr nümunədə Səməndər quş əfsanəsində oda inan quşa tapınma motivləri öz əksini tapır. Yəni, quşa tapınma, yəni sitayiş etmək mənasında deyir. Əfsanəyə görə Səməndər quşu balalarını qanad açıb uçduğunu görəndə sevincindən polad nemdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman o qovdan olan tükü alışır və yanaraq külə dönür. Yəni, burada baxın, polad dimdiyinin çaxmaq daşı olan caynağına. Bu bilirik ki, yəni fantastik hadisədir. Yəni, ağla sığmaz və ya da reallıqdan uzaqdır və qovdan olan tükü alışır və yanaraq küləyə dönür. Yəni, bu Səməndər quş əfsanəsinə aid olan nümunədir. Sonra rəvayətlər var. Rəvayətlərdə tarixən baş vermiş hadisələr yaxud tarix şəxsiyyətlərin başına gəlmiş real həyat hadisələri əsasında yaranır. Çox vaxt əfsanələrlə rəvayətləri fərqləndirəndə əfsanələrdə dediyimiz kimi
real həyatdan uzaq, real həyat hadisələrindən uzaq. Rəvayətlərdə isə dəyərli şagirdlər, tarixən baş vermiş hadisələr yaxud tarixi şəxsiyyətlərin başına gəlmiş real həyat hadisələri əsasında yaranır. Yəni real həyat hadisələrində. Əfsanələrdə reallıqdan uzaqdır, rəvayətlərdə isə real həyat hadisələri əsasında yaranır. Rəvayətlər məzmununa görə iki əsas qrupa bölünür. Əfsanələrdə 4 növ var idi. Rəvayətlərdə isə 2 növ. Bir, tarixi şəxsiyyətlərlə bağlı, 2, yer adları ilə bağlı. Nuh peyğəmbər tarixi şəxsiyyətdir. Astiaq, Tomris, bunlar tarixi və əfsanəvi şəxsiyyətin həyat fəaliyyətə bağlı olan rəvayət nümunələridir. Testdə ən çox bunların adları düşür. Bu adları yadımızda saxlasaq kifayət edir. Əfsanələrdə fərqli olaraq rəvayətlər real zəmin üstünlüyü təşkil edir. Bunu qeyd elədik. Yəni əfsanələrdə bir daha deyirəm, reallıqdan uzaqdır. Rəvayətlərdə isə real həyat hadisələri əsasında hadisələr baş verir. Digər növümüz lətifələrdir, dəyərli şagirdlər. Lətifələr cəmiyyətdə ailə və məişəti, insanın xarakteri və əməllərində müşahidə olunan nöqsanlar tənqid olunur. Bax, bu açar sözlər testə düşə bilər. İnsanın xarakteri və əməllərində müşahidə olunan nöqsanlar tənqid olunur. Yəni, tənqid varsa bu lətifədir. Yumorla yanaşı satira, sarkazmda mühüm yer tutur. Yəni, tənqidin növləridir. Xalq arasında Molla Nəsrəddin Bəhludənandi ilə bağlı lətifələr geniş yayılmışdır. Yəni, adətən bilirik ki, Molla Nəsrəddinlə bağlı olan lətifələrdə Molla Nəsrəddin sanki öz-özünü rüsvay edir. Əslində, bu cəmiyyətdə baş verən mənfi hadisələri burada tənqid etmə növüdür. Sonraki növümüz atalar sözləridir, növbəti janrımız. İbrətli müdrik məzmunu ifadə edən yığcam, bitkin ifadə. Burada bu sözləri yadımıza saxlamaq lazım. Yığcam, bitkin, ibrətli və müdrik. Bunlar atalar sözlərinin açar sözləri olsun. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsi varsa, bu atalar sözlərinə aiddir. Onlara müdrik sözlər, qanadlı sözlər, müdrik sözlər, qanadlı sözlər. Elə burada atalar sözlərində də söz ifadəsi var. Deyilməsi də bu hikmətin xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Həm atalar sözü, həm də məsələlər müdrik ifadələr olsalar da, onlar arasında müəyyən fərqlər var. Birazdan məsələləri izah edəcəyik. Atalar sözündə fikir ümumiləşmiş, bitkin fikir ifadə olunur. Yəni, buna görə də onların izahına ehtiyac duyulmur. Yəni, qısacası, atalar sözündə hadisə özü izah tələb eləmir və fikri tam izah edir. Məsələn, iş insanın cövhəridir. Biz burada bilirik ki, işləyən insan gümrah olar və ya da işləyən insan işin bəhrəsini görər. Bu günün işini sabaha qoyma, burada tənbəllik etmə, yüz ölç bir biç, yəni bir işi görərkən fikirləş ətraflı, sonra o işi gör. Aslan erkəyi dişisi olmaz, yəni igidlik rəmzidir. Aslan möhkəmlik rəmzidir və onun erkəyi və dişisi olmaz. Cüzəni paizdə sayarlar. Əldən qalan 50 il qalar. Dost yaman gündə tanınar və s. Bunlar baxırıq ki, illərin sınağından keçmiş ifadələrdir. Məsələlər nədir, dəyərli şagirdlər? Məsələlər atalar sözlərindən fərqli olaraq müəyyən əhvalatla bağlı olur. Baxın, burada artıq bu müəyyən əhvalatla bağlı olur. Həmçinin bu nümunədə fikir natamam ifadə olunur. Məsələn, müəyyən əhval hadisənin nəticəsinin yekunu kimi meydana çıxır. Onun mənası başa düşmək üçün bağlı olduğu əhvalatı bilmək lazımdır. Yəni, qısaca, məsələ deyərkən biz orada onun arxasında nə yatırsa, o hadisəni bilmiriksə, tam başa düşməyəcəyik. Mesela dava yorğan davasıdır məsələ. Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Bu məsələdə adlı münaqişə mübahisənin əsl səbəbini göstərmək üçün ifadə olunur, istifadə olunur. Bunu yəqin ki, rast gəlmisiniz ya oxumusunuz. Molla Nəsrəddin evdə olarkən bir gecə həyətdə dava düşür və bu da yorğana bürünüb çıxır ki, baxsın görüm nə məsələdir, nə hadisədir. Yəni çıxır, orada ara qarışır, aləm bir-birinə dəyir və ortada Molla Nəsrəddin də yorğanını götürüb bir nəfər aradan çıxır və Molla evə qayıdır. Evdəkilər soruşur, ay Molla, nə olub, nə məsələ idi? Deyir, vallah bilmirəm, məsələ nə məsələdir, amma deyirsən yorğan, yəni dava yorğan davası idi. Arada mənim yorğanım getdi.
Bu məsələ adətən münaqişə mübahisənin əsas səbəbini göstərmək üçün istifadə olunur deyir. Atalar sözü həm nəzm, həm də nəsrlə şəklində ola bilər. Məsələn, saxla samanı, gələr zamanı. 100 ölç, 1 biç. Nəzm forması. İş insanı cövhəridir isə nəsr formasında olmuşdur. Bu günün işini sabaha qoyma. Köhnə yurdun qədrini təzə yurda bilərlər. Atalar sözləri isə nəsr şəklində ifadə olunmuşdur. Epik növün belə deyək də janrlarından biri də tapmacalardır. Tapmacalar geniş yayılmış janrlardan biri. Tapmaca müəyyən əşya hadisə haqqında üstörtülü şəkildə məlumat verilir. Burada əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi əsas yer tutur. Tapmaca hərfi mənada anlamaq, dərk etmək mümkün deyil. Cavabını tapmaq üçün məntiqi düşüncə, obrazı, təfəkkür ifadə. Yəni məntiqi düşüncə lazımdır, obrazda təfəkkür lazım. Bu ifadələri yadımıza saxlaya bilərik ki, yəni qısacası tapmacanı deyəndə onun məntiqi ilə düşünmək lazımdır və ya obrazlı şəkildə fikirləşmək lazımdır ki, görüm burada nədən söhbət gedə bilər. Yanıltmazlar səs oyunu üzərində qurulur uşaqlar. Səs oyunu dedikdə yanıltmazdır. Həm nəzm, həm də nəsr şəklində olur. Bu janrda olan nümunə eyni səsin oxşar səslənən sözlərin söz birləşmələrinin sırası əvəzlənməsi prinsipinə əsasına alınır. Məsələn, getdin gördün bir bərədə bir bərbər bəyidir və s. kimi burada sözləri tez-tez demək bacarığı lazımdır. Uşaqların nitqinin tələffüzünün inkişafına kömək edir. Məsələn, aşpaz Abbas aş asmış, asmışsa da az asmış. Məsələn, bunu tez-tez dedikdə dil biraz əvvəl çətinlik çəkir, amma sonra demək asanlaşır. Növbəti janrımız nağıllardır, dəyərli şagirdlər. Epik folklor ən qədim janrlarından biridir. İnsanların qədim dövrlərdən yaratdığı bu nümunələr dildən dilə keçərək dəyişmiş, zənginləşmiş, dövrümüzə gəlib çatmışdır. Özünə məxsus xüsusiyyətləri vardır. Belə deyək də, dildən dilə keçərək dəyişmək, bu nə bəzətmək olar? Gördüyümüz, real həyatda gördüyümüz bir hadisəni, məsələn, biz gedib dostumuza danışırıq, dostumuz gedib başqa bir yerdə danışır və artıq o bizim danışdığımız kimi danışmır. Yəni, biraz dəyişmiş ola bilər, üstünə əlavə eləmiş ola bilər və hətta natamam danışmış ola bilər və s. Nağılların özdə məxsus xüsusiyyətləri vardır. Bütün hadisə əsas qəhrəmanla bağlı olur. Qəhrəman əks halda ideallaşdırılır, yəni nümunə götürülür. Nağılın müsbət qəhrəman qarşılaşdığı bütün çətinlikləri dəf edir, şər qüvvələri qalib gəlir, öz arzusuna çatır. Yəni, belə deyək də, müsbət qəhrəman qalib gəlir. Nağıllar mövzu məzmun baxımından əsasən 3 yerə bölünür. 1. Heyvanlar haqqında nağıllar var idi. Haqsızlıq, ədalətsizliklə mübarizə aparır. Eyni zamanda heyvanlar xeyri və şəri təmsil etməklə 2 qrupa bölünə bilər. İkinci növümüz sehirli nağıllardır, dəyərli şagirdlər. Bu nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrdən deyil, cin, div, əjdaha, ifritə kimi sehirli qüvvələrlə mübarizə aparmalı olur. Biz buna əfsanələrdə də rast gəlmişdik. Bu mübarizə nağılın qəhrəmanı xeyirxah sehirli qüvvələr, simik quşu, uçan xalça, sehirli çomaq kömək edir. Demək, bunlar simik quşu, uçan xalça, sehirli çomaq. Bunlar sehirli nağıllara nümunə ola bilər. Məişət nağıllar. Bu nağıllar həyatda baş verən real həyat hadisələri təsvir olunur. Baxın, həyatda baş verən real həyat hadisələri. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayır. Qəhrəmanı öz arzusuna çatmaq üçün mübarizə aparır, dara düşən insana köməyinə yetişir. Çətin sınaqlarda üzəyə çıxaraq ağıl və bacarıqlı şər qüvvələr qalib gəlir. Bu, əvvəldə də dediyimiz kimi, yəni qalib gəlir. Baş qəhrəman, belə deyək, şər qüvvələri qalib gəlir öz ağlı, zəkası ilə. Nağıllar sabit forma xüsusiyyətinə malik olur. Belə ki, nümunə Pişon adına kiçik bir müqəddimə ilə başlayır. Pişondan sonra giriş başlanğıc gəlir, biri varmış, biri yoxmuş, Allahdan başqa heç kim yoxmuş. Həyat hadisələr danışılarkən nağıl dili yürək olar, orada aylar, illər, burada müxtəsər dillə və s. kimi ifadələrdən istifadə edilir. Nağıl söyləyən şəxs nağılı belə yekunlaşdırır. Onlar yedilər, içdilər, yerə keçdilər, siz də yeyin için dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, bir də nağıl deyənin. Yəni bu üç
janrı dəyərli şagirdlər əfsanələrdir, rəvayətlərdir və nağıllardır. Bu üç janrın müqayisəsini aparsanız özünüz dərslikdən oxuyarkən yaxşı olar. Çünki onların növləri oxşar və fərqli cəhətləri daha çox düşür. Testlərdə bunların müqayisəsini çox soruşurlar. Növbəti dərsimizdə inşallah aşıq yaradıcılığından danışacaq dəyərli şagirdlər. Video xoşunuza gələrsə bəyənib abunə ola bilərsiniz. Çox sağ olun, hər kəsə uğurlar.